Bugün sizinlə hər bir mühasibə mütləq bilməli olduğu mövzu haqqında danışacağım. Gəlin görək, dövlət və neft sektorunda işləyən işçilərin əmək haqqları necə hesablanır? Dövlət müəssisəsində işləyən işçi aylıq 1500 manat maaş alır və həmin bu iş yeri işçinin əsas iş yeridir və 15 gün işləyib. Daha sonra qeyd edir ki, əmək haqqından başqa işçiyə vəzifə maaşının 2 misli qədər mükafat hesablanıb və ödənilmişdir. Bu şəxs şəhid statusu almış şəxsin övladıdır. Və cari ayda da iş günlərinin sayı 20-dir. İlk növbədə gəlin görək, həmin ayda işçiyə düşən əmək haqqı nə qədərdir? Bunun üçün biz vəzifə maaşını bölürük 20-yə, hansı ki cari ayda olan iş günlərinin sayına və vururuq neçə gün işləyibsə onun sayına ki, burada 15 gün işləyib. Daha sonra üzərinə gəlirik, qeyd edir ki, vəzifə maaşının, yəni 1500-ün 2 misli qədər əmək haqqı hesablanıb, 2-yə vururuq və müəyyən edirik ki, 4125 manat gross əmək haqqısı var həmin ay üçün. İndi isə vergilərini hesablayaq. Gəlir vergisi vergi məcəlləsinin 102.1-1-ci maddəsinə əsasən şəhid statusu almış şəxslərin övladları 800 manat gəlir vergisindən azaddır. Buna görə də 4125 manatdan 800-ü çıxıram. Yerdə qalan 2500 manata qədər 14% ilə hesablayırıq gəlir vergisi. Bu 350 manat edir. Yerdə qalan 2500-dən yuxarı məbləğin isə 25%. Və gəlir vergisi 556 manat 25 qəpidir. İşsizlikdən sığorta 0.5% hesablanır. Bu bütün məbləğə 4125 manat hesablanır. Tibbi sığorta 4125 manatın 2% hesablanır və dövlət sosial sığortası isə 4125 manatın 3% qədər hesablanır. Sonda isə gross məbləğ olan 4125 manatdan bütün burada hesabladığımız məbləği çıxırıq və net məbləğimiz işçiyə ödənilən məbləğ 3341 manat 88 qəpik olur.